Doktor, mən çox möhkəm əsəbləşdim, stress keçirtdim və bundan sonra huşumu itirdim. Bəzi insanlarda, xüsusilə cavan yaşlı xanımlarda, yetişkənlik dövründə qızlarda əsəbdən, möhkəm stressdən sonra huşun itməsi, bəzən hətta dilin qatlanması, bədəndə titrəmələr şəklində qıc olmalar ola bilər və bu insanlar xüsusilə bir çox hallarda epilepsiya xəstəliyi ilə qarışıq salınırlar. Amma əslində bu cür stress vəziyyətlərdə huşun itirilməsi bu isterik tutmalar adlanır. İsterik tutmalar epileptik tutmalar deyil, bunlar sırf damar tonusunun dəyişməsi, təzyiqin düşməsi nəticəsində yaranan tutmalardır. İsterik tutmalar mütləq şəkildə öncədən bir stress vəziyyət, qorxu vəziyyət nə ilənsə tətiklənir. Amma epilepsiya tutmaları heç nə ilə tətiklənmədən qəfil baş verir. İsterik tutmalar dediyim kimi çox vaxtı həyəcanlı, biraz daha emosional xanımlarda gördüyümüz bir vəziyyətdir. İsterik tutmaları epileptik tutmalardan ayırmaq üçün qızıl standart müayinə, elektroensefaloqramma adlanan aparat vasitəsilə beyində epilepsiya ocaqlarının olub-olmadığını təyin edə bilirik və sizin bu stress vəziyyətinizi, qorxu, həyəcan vəziyyətinizi müalicə etməklə sizi bu huş itmələrdən, qıc olmalardan azad edə bilərik.